Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün milli mətbəximizin ləziz təamlarından olan göy qutabı hazırlayıram. Xəmir yoğuracağım qaba 1 çay qaşığı duz və 2 stəkan ilıq su əlavə edib qarışdırıram. Daha sonra 5 stəkan unu hissə-hissə əlavə edib xəmiri yoğururam. Daha sonra 2 yemək qaşığı duru yağ əlavə edib ələ yapışmayan xəmiri yoğururam. Xəmirin üzərini streçlə örtüb İçliyini hazırlayana dək dinlənməyə qoyuram. İçliyi üçün əvvəlcədən yaxşıca yuyub quruladığım ıspanaq, keşniş, şüd, cəfəri, nanə, göy soğan, turşəng və mən çuğundur yarpağı da istifadə etdim. Orta böyüklükdə doğrayıb, daha sonra 2 baş soğanı da qub-qub xırda şəkildə doğrayıb bura əlavə edirəm. Ərzaqların üzərinə zövqə görə qara istiot əlavə edib, yaxşı qarışdırıb bir kənara qoyuram. Duzu əlavə etmirəm, çünki duz əlavə etdikdə göyərti və soğan su salacaq. Dincələn xəmiri 15 bərabər hissəyə bölüb kündələyirəm. Mən qutabı tavada bişirdiyim üçün balaca kündələr hazırladım. Kündələrin üzərini dəsmalla örtürəm. Hazırladığım ilk kündədən başlayıram. Lazım olduqca un səpib nazik yayıram. Yaydığım xəmirin yarısını içlikdən yerləşdirib zövqə görə duz səpirəm. Qalan xəmiri üzərini örtüb yaxşıca birləşdirirəm. Daha səliqəli görünməsi üçün qıraqlarını kəsirəm. Sizlər istəsəniz qızmış yağsız tavada hər iki tərəfini orta atəşdə qızardın. Bişdikdən sonra istəyinizə görə yağlayıb nuş edə bilərsiniz. Amma bizim evdə qutabları yağda qızardılmış halda sevirlər. Ona görə də mən belə hazırlayıram. Mən isə qızmış tavaya duru yağ əlavə edib qutabları hər iki tərəfli qızardıram. Mən servis edərkən üzərinə sumaq da səpdim. Çox ləzzətli qutablar alındı. Bu reseptlə hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Göz haqqınızı halal edin. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Resepti bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub, videoları bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik!